Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz və dəyərli müsəlmanlar, bugün Allah azze ve celle nəsib edərsə, önemli gördüyüm, ehtiyac olduğunu düşündüyüm bir məsələdə nəsihət etmək istəyirəm. Və nədir o məsələ? O məsələ özəlliklə bizim fıqh məsələlərimizdə, fıqh görüşlərimizdə izləməmiz gereken olan yol. Yəni bugün bir müsəlman fıqh məsələlərində, fıqh görüşlərində nə cür bir yol izləməlidir, nələrə diqqət etməlidir və hansı yanlışlardan qorunmalıdır. Çox təəssüf olsun ki, yəni bunun səbəbi nədir bu nəsihət etməyin? Bir çox məsələlərdə olduğu kimi, bir neçə məsələlərdə olduğu kimi bu məsələdə də müsəlmanlar yoxsun buraxılıb, müsəlmanlar cahil buraxılıb, bu məsələdə haqqı ilə bilgi verilməyib. Yəni bu barədə İslam tarixində müsəlmanların örfü, müsəlmanların adəti, elm əhlinin mənhəci, yəni düşünürəm ki, haqqı ilə bizim müsəlmanlara çatdırılmayıb. Ona görə də Allah azze ve celle nəsib edərsə, öyrəndiyimizdən, Rəbbimizin bizi öyrətdiyindən biz də müsəlmanlara öyrətməyə və onları maarifləndirməyə çalışacağıq. Toxunmaq istədiyim, o nəsihət etmək istədiyim məsələləri keçməmişdən öncə istəyirəm bu barədə bir-iki nəql oxuyum alimlərdən, ta ki bu məsələdə ümumiyyətlə bir altyapı olursun, bir düşüncə olaraq məsələnin özəyini anlayaq, sonra digər yanlışlarımızı bunun üzərinə Allahın izni ilə bina edərik. Demək, sələfin imamlarından olan, həmçinin İmam Buxarinin də şeyxlərindən olan Ali İbnül Mədini rahimehullah buyurur ki, "Lem yekun fi ashabin Nebiyyi sallallahu aleyhi ve sellem men lehu ashabun yuftuna bi mezhebihi illa selase." Peyğəmbər sallallahu aleyhi ve sellemin əshabından yalnız 3 nəfər var idi ki, onların da əshabı var idi və o əshabı o 3 nəfərin məzhəbi ilə, görüşləri ilə fətva verirdilər. Kim idi o 3 nəfər? 1. Abdullah ibn Abbas radiyallahu anhu fi Məkkətil Mükerrəmə, Məkkədə, Zeyd bin Səbit fil Mədinəti Munavvara, Zeyd bin Sabit Mədinədə, Abdullah ibn Məsudin radiyallahu anhu fil İraq. Abdullah ibn Məsud da radiyallahu anhu İraqda. Demək burada müəllif bizə Allah elçisinin sallallahu aleyhi ve sellem əshabından 3 nəfərə qeyd edir ki, onlar hərəsi bir bəldədə idilər, oranın alimi idilər və insanlar da onların fətvalarına başvurur, onların görüşlərini əməl edirdilər. Bu o demək deyil ki, Allah elçisi sallallahu aleyhi ve sellemin əshabından başqa elm əhli, başqa alim yox idi. Yox, sadəcə bunlar həmin bəldələrdə önə çıxan, daha çox insanların onların fətvalarına əməl etdiyi, onlardan din öyrəndiyi alim səhabələr idi. Yəni bu bilgi irəlidə bizə lazım olacaq. Növbəti bir məsələ, bilmək lazımdır ki, ta o vaxtdan hər bəldənin ərazisində fətvalar oradakı sahabənin doğru gördüyü görüşlər üzrə verilirdi. Bu barədə İmam Zəhəbinin rahimehullah zikr etdiyi bir qissəni vurğulamaq istəyirəm. Demək, İmam Zəhəbi Siyar-ı A'ləmin Nübələ kitabında qeyd edir ki, İsmail bin Binti Suddi, bu şəxs İraqdan idi, həccə gəldiyində Mədinəyə gəlir və İmam Məlik məsciddə dərs verərkən Allah elçisinin sallallahu aleyhi ve sellemin məscidinə daxil olur. Və İmam Malik orada bir məsələdən danışır, hər hansı bir fıqh məsələdən və Zeyd bin Sabitin görüşünü zikr edir. Və dərs əsnasında həmən bu yad kişi sual verərək deyir ki, bəs İbn Məsud bu barədə nə deyir? Çünki özü İraqdan gəlib, orada da yəni görüşlərinə başvurulan İbn Məsud idi. Və görür ki, yəni İmam Malikin dediyi İbn Məsudun dediyindən üstünsə düşmür. Və yaxud bunlara yad bir söz olaraq gəlir. İmam Malik yanındakilara işarə edir ki, onu gətirin bura. Və İsmail deyir ki, kitabları qoydum və çıxdım məsciddən. İmam Malik deyir ki, o gəldikdə onu mehriban bir şəkildə yanıma gətirin. Və İsmail kitablarını götürmək üçün geri qaydanda onu saxlayıb İmam Malikin yanına gətirirlər. İmam Malik ona deyir ki, sən ədəbə harda qoyub gəlmirsən? Sən hardansan? O da deyir ki, mən İraqdanam. Niyə İmam Malik ona ədəbə harda qoymusan deyir? Çünki dərsin ortasında icazə verilmədən, şeyxin sözünü kəsərək, dərsin ortasına dalmaq bu ədəbsizlikdir. Və onu nəsihət etdikdən sonra deyir, sən hardansan? Deyir, mən İraqdanam. İmam Malik deyir ki, biz bu bəldədə, yəni Mədinədə Zeyd bin Sabitin sözünü bilirik. Abdullah ibn Məsuda gəldikdə isə o elmi inkar olunmayacaq biridir. Lakin onun görüşləri bizim bəldəmizdə bilinmir. Bu iki nəqildən sonra Allah azze ve celle nəsib edərsə, yanlış gördüyüm o məqamlara toxunmaq istəyirəm. Yanlış yayılan bu örfdə, yəni bizim müsəlmanların toplumunda bir çox düşüncələr var ki, yəni yanlış olaraq yayılıb, yanlış olaraq başa düşülür. Onlardan biri nədir? Bir,
məzhəblər barədəki yanlış düşüncələr. Bir çox müsəlmanlar düşünür ki, məzhəblər sonradan ortaya çıxmış və sadəcə alimlərin özlərinin ictihadlarını və görüşlərini əhatə edən məsələlərdir. Yəni bir fıqh mədrəsə var. Burada məsələn İmam Şafi olsun, İmam Əhməd olsun, İmam Malik, İmam Əbu Hanifə olsun, bunların özlərinin görüşləri ortaya qoyduğu məsələlərdir. Bu onlara bağlayar. Aydındır. Sonradan çıxmış bir şeydir. Zaten bizə lazım deyil. Bu kimi. Halbuki mənim bu nəqlləri oxumaqda məqsədim nə idi? Görürsə, Ali İbn Mədini deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin əshabından 3 nəfər var idi ki, onların da əshabı, yəni ondan sonra gələnlər onun məzhəbi ilə, onların məzhəbləri və görüşləri ilə fətva verirdilər. Demək ki, buradan anlayırıq ki, əslində bu gün əlimizdə var olan fıqh məzhəblər, fıqh mədrəsələr əslində ta səhabənin radiyallahu anhum əcməin dövründə olan o fıqh məktəblərin, mədrəsələrin uzantısıdır ki, ta bu günə qədər gəlib çıxıb. Yəni bugün 4 məzhəbin formalaşması sonradan ortaya çıxan bir şey deyil. Hətta ümumiyyətlə məzhəblər əvvəl 4 də deyildi. Yəni bayaq qeyd etdiyim kimi hər bəldənin öz imamı, şeyxi, bir alimi var idi. O bəldədə onların görüşləri yəni deyilirdi. Onların görüşlərindən fətva verilirdi. Bir neçə tabiindən, ətbə tabiindən, sələfdən imamlar var idi ki, onların özlərində məzhəbi var idi. Həsən el-Basri olsun, Əta bin Yasar olsun, İshaq bin Rahavey olsun, Leys olsun və digər bir çox sələfdən alimlər var idi ki, məsələn fıqh kitablarını bu gün açıb oxuyan sıralı bir elm, hər hansı bir elm tələbəsi də bilir ki, 4 məzhəbin görüşdən yanaşı o alimlərin görüşlərini qoydular. Niyə? Çünki onların da görüşləri var idi. Onların da ortaya qoyduğu məsələlər var idi. Sadəcə Allahın iradəsi, Allahın hikməti və qədəri gərəyi onların məzhəbləri qorunub saxlanmadı. Yəni onların əshabı, onların tələbələri onların məzhəblərini qoruyub, təlif edib, kitab halına salıb bütöv bir mədrəsə olaraq bizə çatdırmadılar. Bəzi görüşləri bizə çatıb, amma bütün fıqh əhatə edən görüşlər bizə çatmayıb. Allah azza və cəllə belə təqdir etdi, belə iradə etdi. Yəni bildiyimiz 4 məzhəbin imamlarının əshabı onların məzhəblərini qoruyub saxladılar və onu yaymağa başladılar. Buradan ikinci anlayacağımız nədir? Yəni əslində bir bəldənin elm əhlinə, yəni o bəldənin aliminin məzhəbinə tabe olmaq əslində ta səhabənin dönəmindən bu şey var idi və bu onların örfündədir və heç kim də bunu indiyə kimi onlara minus olaraq qeyd etməyib, heç kim bunu inkar etməyib, heç kim bunu qınamayıb. Zaten olması gərəkən budur. Niyə olması gərəkən budur? Sual. Çünki insanlar bir neçə qrupdur. İnsanlar ya müctəhiddirlər, ya müqalliddirlər. Yəni ən bəsit bölgü ilə bölsək, bir müsəlman ya müştəhiddir, ya müqalliddir. Müstəhid kimdir? Allah azza və cəllə elm verdiyi və Quran və sünnətdən Allahın ona öyrətdiyi elmin səbəbi ilə hökm istinbat edə bilən adamdır. Bunun üçün də təbii ki, bəzi şərtlər var. Yəni müştəhid ola bilmək üçün bəzi şərtlər var ki, məsələn, insanın lüğətdən alim olması, insanın alət elmlərini bilməsi, usul elmini bilməsi, məsələn, həmin məsələ barədə gələn ayətləri, onun hökmlərini, nəsxini, mənsuxunu bilməsi, həmin məsələ barədə gələn hədisləri, onun zəifini, səhihini, o hədisin sənədindəki raviləri halını bilməsi və s. bir çox məsələlər var ki, onları bildikdən sonra, onlarda mütəməkkin olduqdan sonra insan istiha səviyyəsinə çatır və ondan sonra fətva verməyə, Quran və sünnətdən ictihad etməyə və ya qiyas etməyə başlayır. Ya insan bu haldadır, ya da ki, müqalliddir. Müqallid nədir? Bu şeyləri bilməyən, bu şeylərə elmi çatmayan sıravi insan deməkdir. Burada bölə bilərik. Müştəhidin mütləq və mütləq olmayan müştəhidə bölə bilərik. Sonra elm əhlini müəyyən qismlərə bölə bilərik ki, bəzi elm əhli var ki, müştəhid olmasa da elmi səbəbi ilə tərcih edə bilir. Məsələn, deyəlim ki, bir alimdir, elmi var, müəyyən səviyyə çatıb, artıq ona təqlid etmək caiz olmur. O nə edir? O ortada olan, məsələn, elm əhlinin, müştəhidlərin sözünün arasından, fətvaların arasından onun yanında doğru olan nədirsə onu tərcih edib onu əmr edir. Bunu da etmək üçün alim olmaq lazım. Məsələn, bu barədə müasir alimlərdən çoxdur bu barədə bunu eləyənlər. Məsələn, deyəlim ki, məzhəblər arasındakı görüşlərə baxır. Hansı ona daha doğru gəlir? Hansının dəlili ona daha doğru gəlir? Həmin görüşü götürür, o ilə fətva verir, onu əmr edir. Amma bugün Azərbaycanda bunu kimlər edir? Bugün Azərbaycanda bunu sıravi müsəlmanlar edir. Yəni, məsələn, bir müsəlman sual verir bir məsələ haqqında. Qardaş, bu məsələdə alimlər nə deyir? Cavab verən elm tələbəsi də deyir ki, bu məsələdə 3 dənə görüş var, belə deyənlər var, belə deyənlər var, belə deyənlər var. Bizim bu müsəlman da nə edir? Tamam, onda məncə bu olar, mən bu görüşlə əməl edirəm.
Halbuki bu ona caiz deyil. Birinci, o elm tələbəsi o cür etməməli idi. İkinci, o müsəlman da o qabağına görüşləri mən bunu tərcih edirəm, bunu əməl edirəm, bu belə caiz deyil. Yəni söz sözü gətirir. Bura toxunmuşkən növbəti yanlışlardan biri, yəni bir müsəlman açır bir hər hansı fıqh kitabını və ya girir internetə və ya qoyur YouTube'dan bir şeyxin dərsini. Baxır ki, deyir məsələdə 3 dənə görüş var. Və ya məsələdə 4 dənə və ya 2 dənə görüş var. Aydındır. Baxır məsələlərə, o görüşlərdən birini tərcih edir. Birinci sual həmin müsəlmana. Bax əziz qardaşım və ya bacım, sən bu görüşü necə təyin etdin? Yəni o görüşlərin içindən bunun doğru olduğunu nəyə əsaslanaraq təyin etdin? Çünki o alimlər ki, alimlərin, yəni müştəhidlərin görüşlərinin arasından birini tərcih edir, onun bir elmi var. Onun bir usul elmi var, onun yanında təfsir var, onun yanında fıqh var, onun yanında mustalah var. Yəni o əlində olan elm səviyyəsindən gələn görüşləri bir-bir izləyir, araşdırır, dəlillərinə baxır. Onun yanında hansı dəlil daha qüvvətlidirsə onu tərcih edib alır. Bunu elm əhli edə bilirmi? Bunu elm əhli edə bilir. Amma sən ey qardaşım, sən ey bacım, sən hansı elmlə bunu etdin? Sənin görüşlər arasında görüş təyin etmək üçün iki yoldan başqa yolun yoxdur. Ya əqlinlə ən yaxşı halda məsələn baxıb deyə bilərsən ki, məncə bu doğrudur. Bu daha doğru oxşuyur. Ya da ki, ən pis halda nəfsinlə. Yəni o gün sənin halva uyğun gələn nədirsə, onu götürüb onu əməl etmək ki, bu daha betərdir. Və hər ikisi də həm sənin əqlinlə seçdiyin, səncə doğru olan, həmçinin nəfsin seçdiyin heç biri İslamda ölçü deyil. Yəni heç biri dəlil məsələsində ölçü deyil. Halbuki ona düşən nə idi? Yaxşı sual, o zaman sual olacaq ki, o zaman biz nə edəcəyik qardaş? Yəni deyəlim ki, bugün bir müsəlman bir fıqh məsələni öyrənmək istəyir. Qabağında 3 dənə görüş var. Doğru hansıdır seçə bilmir. Bəs onda nə etsin? O zaman deyəcəyik ki, bir müsəlmanın görüş tərcih edilmək üçün hal-hazırda 2 variantı var. Bir, eynən burada zikr etdiyimiz kimi sahabədən və onlardan sonra gələnlərdən gedib elm əhlinə, alimə sual verib, onun tərcih etdiyini tərcih etmək. Məsələn, deyən bəldəndə bir imam var, bir şeyx var, bir alim var. Ona güvənirsən, elminə, əxlaqına güvənirsən, insanlar içində bilinəndir, təqva vara sahibidir. Yönəlirsən ona, ona etimad edirsən. Sual versin şeyx, bu məsələdə mən nə edim? O da sənə deyəcək ki, filan şey edib. Sonra bitdi. Vələv ki, o görüş, isabətli görüş olmasa belə bu səni bağlamaz qardaşım. Yəni bu sənə heç bir zərəri yoxdur. Çünki Allah Azza və Cəllə bizə bilmədiyimiz halda bilənlərdən soruşmağı əmr edir. Əgər elə olsaydı, yəni hər kəs Quran və sünnətdən ilə baxıb, yəni görüş tərcih edə bilsəydi, onda Allah Azza və Cəllə niyə bilənlərdən soruşmağı bizə əmr edirdi ki? Demək ki, bəli məsələlər var ki, fıqh istəyir, istihat istəyir, çaba istəyir, elm istəyir bizdən. Ya sual verəcək, cavab olacaq. Yaxşı, bir nəfər çıxıb deyə bilər ki, bəs qardaş, bizim yaşadığımız yerdə nə alim var, nə şeyx var, nə elm əhli var. Onda deyəcək? Onda deyəcək ki, qardaş, sənə düşən müsəlmanların örfündə bilinən maruf fıqh məzhəblərdən, fıqh mədrəsələrdən birini tərcih edib, onunla əməl etməlidir. Niyə əməl etməlidir? Bu da eynən birincinin mislidir. Sanki yanında sənin bəldəndə bir alim var, ondan fətva alırsan. Yəni düşün, məsələn, İmam Şafi və ya İmam Əhməd və ya İmam Malik və ya İmam Əbu Hanifə oturub sənin bəldəndə, sən ona gəlib sual verib cavab alırsan və onun kitabından onun görüşlərini tərcih edirsən. Heç bir fərqi yoxdur. Çünki bu fıqh mədrəsələr illərlə üzərinə əmək verilmiş, işlənilmiş, qorunmuş və bizə nəql edilmiş məzhəblərdir. Fıqh mədrəsələrdir. Və müsəlmanlar illərlə dinlərini bunun üzərine bina ediblər. Fıqh məsələlərini bunun üzərine bina ediblər. Yəni bugün əslində tarixə dönüb baxın, hər bəldədə o bəldə müəyyən bir məzhəblə məşhurdur. Məsələn, bir bəldə var ki, oranın əhalisi Şafidir, bir tərəfdə Malikidir, bir tərəfdə Həmbəlidir. Hətta günümüzdə də əksər yerlər elədir. Amma Azərbaycan halına baxın, Azərbaycanda bizdə bir söz var ya, sən hansı məzhəbə qulluq edirsən, sözün həqiqi mənasında kim hansı məzhəbə qulluq edir bilinmir. Yəni kimin beyninə nə verir, kim nə cür istəyir, kim nə təsir ilə əməl edir. Halbuki bu nə bizim əvvəlkilərin, yəni bizim sələfimizin, xələfimizin örfüne uyğun deyil. Ümumiyyətlə bu İslamın örfü, müsəlmanların adəti heç vaxt belə olmayıb. Həm də ki, şərən bu caiz deyil. Yəni bir sıravi müsəlmanın, yəni ona fətva verən olmadan İctihad tələb edən, elm tələb edən məsələlərdə mən filan görüşlə əməl edirəm deməsi. Bax, müsəlmanların yanlışa düşdüyü nöqtələrdən bir dənədir. Elə bilirlər ki, bir məsələdə 3 və ya 4 görüşün olmağı o deməkdir ki, qardaşım, götür hansını istəyirsən əməl elə. Keyf elə, rahat. Yox qardaş, bir məsələdə 4 görüşün, 3 görüşün olması o demək deyil. Yəni genişlik var qardaş, hansını əməl et. Yox qardaş. Bəli, belə məsələlər var. Bunlar çox azdır.
Amma bu gün genel alimlərin ixtilaf etdiyi o məsələlərə fikir verin. Yəni üç görüşdən məsələn biri halaldır, biri halal deyir, biri haram deyir, biri məkruh deyir. Aydındır? Və ola bilməz ki, bir məsələdə, yəni qalibən belədir. 3 dənə zidd şeylər olsun, üçünü etməyə şey olsun, uyğun olsun. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmlə üçü də varid olsun. Bu çox istisna məsələlərdir ki, o da halal-haram məsələləri deyil. Halal-haram məsələsi illa nəsx olar, yəni hökmü düşər halal və ya haram olar. Ya da ki, müstəhəb olan əməllərdir ki, məsələn Peyğəmbər sallallahu əleyhi və səlləm belə dedib, belə dedib. Hə, bunda deyərik ki, bu barədə genişlik var. Allah Rəsulü bunu dedib, bunu dedib. Hansını istəsən götür. Amma o məsələlər ki, səhihliyi və batiliyi gərəkdirir, halalı və ya haramı gərəkdirir, məkruhluğu və müstəhəbliyi gərəkdirir. Bunlar demək ki, biri haqq olan şeylərdir. Sadəcə hər alim onun yanında haqq gördüyü nədirsə o ilə fətva verir. Bəs yaxşı, bu görüşlərin olması nə deməkdir? Bunun bizə nə faydası var? Bugün əgər mən 3 görüş olan bir məsələdə, məsələn, görüşün biri halal deyir, biri haram deyir, biri məkruh deyir. Mən əgər haram görüşünü tərcih edirəmsə, bu ixtilaf mənə onu öyrədir ki, burada bidət, yəni bir-birini təbdi eləmək, bidətdə itham etmək, bir-birini təfsiq eləmək, yəni fısqda itham etmək, bir-birini təkfir etmək, küfrdə itham etmək caiz deyil. Madam ki, məsələdə ixtilaf varsa, sənə bu ilə fətva verilib, bu ilə əməl edirsən və ya sənin tərcih etdiyin fıqh mədrəsə, fıqh məzhəb bunu deyir, bu ilə əməl edirsən, eyvallah. Sənə düşən qarşı tərəfi qınamamaqdır. Çünki bu barədə qiyamət günü Allah Azza və Cəllə zaten aramıza hökm verəcək. Yəni hansımızın doğru etdiyini, hansımızın yanlış etdiyini Allah Azza və Cəllə bizə göstərəcək. Vələv ki, o görüş isabətli görüş olmasa belə, o sırada müsəlmana heç bir şey yoxdur. Necə o müsəlmana bir qınaq olsun ki, hətta o görüşün sahibinə qınaq yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nə deyir? Bir nəfər ictihad edər, müştəhid ictihad edər, isabət edərsə, doğru görüşü ortaya qoyarsa 2 əcr alar, xəta edərsə 1 əcr alar. Nəinki qınanmaq, hətta xəta edən müştəhid bile 1 əcr alır halda, niyə ona tabi olan, niyə onu təqlid edən, yəni müqəllid insan qınansın ki, onun müştəhidi qınanmayacağı halda? Çünki zaten nasla sabit olan, açıq ayə, açıq hədislə gələn məsələdə onsuz da ixtilaf yoxdur. Yəni bilinən məsələlər var ki, orada ixtilaf hardadır? Cüz'iyyətlərdə, bəzi təfsilatlarda, bəzi bölmələrdədir. Növbəti gördüyüm yanlışlardan biri ortada gəzən, məsələn, bir müsəlmana deyirsən ki, sual verir sənə, qardaşım bu məsələnin hökmü necədir? Sən də deyirsən ki, qardaş, İmam Məlik bu məsələ belə deyir və ya İmam Şafi deyir ki, bu məsələ belədir. Adam qayıdır sana soruşur, qardaş, mən səndən dəlil istəyirəm, mən bunun dəlilini denəndə. Sənə deyir ki, qardaş, mən məzhəb alimcə bilmirəm, mən dəlilə tabi oluram. Bayaq dediyim kimi, bu söz haqq zatında gözəl sözdür. Yəni bir müsəlman dəlili təzim etməlidir. Dəlilə maksimum uymağa çalışmalı. Amma bu müsəlman bir dediyini oturub düşünsə, əslində dediyinin lazım nədir? Onu anlayır və çox belə yəni bir şey olduğunu görər. Yəni bir insan deyəndə ki, məsələn bir insana deyilir ki, İmam Şafi Allah ona rəhmət etsin, bu məsələ belə deyir. Adam qadına deyir, qardaşım mən dəlilə tabi oluram. Şey yox, görüş yox, sual. İmam Şafi nəyə tabi olurdu qardaşım? Tövrata, İncilə, Zəbura, yoxsa nəyə? Yoxsa demokratiya, yoxsa kafna, nəyə tabi olurdu? Bax, bayaq onu qeyd etmək istəyirəm ki, insanlar elə bilir ki, bugünkü fıqh məzhəblər, yəni alimlər belə oturublar, belə deyiblər ki, məsələn, bu filan hər hansı məsələdə, məncə belədir. Mən belə fətva verirəm. Yox qardaşım, bu belə deyil. Biraz əziyyət çəkib, məzhəblərin usulunu, mənhəcini, dəlil istinbat etmə yöntəmlərini biraz araşdırıb oxusaq, əslində ortada nə boyda bir çabanın olduğunu görərsiniz. Zaten verilən görüşlər müəyyən prinsiplərdən qırağa çıxmır. Prinsiplə qəsdim istidlal mənbələri. Quran fıqhda istidlal mənbələri var. Yəni nələrdən dəlil götürmüyorlar, nələrdən istidlal etmiyorlar. Bizim müsəlmanlar dəlil deyəndə ancaq ayət və hədis bilirlər. Halbuki bunlar əsl mənbədir. Bir də bunlardan şaxələnən istidlal mənbələri var. Nədir? 1. Quran-ı Kərim, 2. Hədislər, qiyas, icma. Bunlar bu zikr etdiyim 4 dənə üzərində ittifaq olunan istidlal mənbələrdir. Yəni alimlər ittifaq edirlər ki, bu şeylərdən hansı məsələyə dəlil gətirmiyorlar. Və üzərində ixtilaf edilən istidlal mənbələri var. Nədir onlar? Məsələn, sahabə sözü, səhabə əməli, örf, istishab, yəni bir şeyin əsli üzrə qalması və yaxud əvvəlki şəriətlər və s. Bunlar da üzərində ixtilaf olan dəlil mənbələrdir. Bəzi elmlər demiş ki, bunlardan da, yəni bu bilən olmayanda bunlardan da və yaxud da bunların hər hansı birindən dəlil götürmüyorlar. Bəzi anlar demişlər ki, yox, bunlardan dəlil götürmək olmaz. Yəni bunlarla bir məsələ dəlilləndirilməz. Əlqərəsə, yəni mühüm olan nədir? O düşüncəni dağıtmaq lazımdır ki,
məzhəb imamları sanki özlərinin əllərində bir şey olmadan ortaya bir dəlil qoymuşlar. Gedin, yəni bunu iddia edirəm. Gedin açın hər hansı bir məsələni, məzhəblərdə olan hər hansı bir məsələni və onun dəlilinə baxın. Qalibən deyirəm ki, o məsələnin dəlili bu 4 şeydən birində olur. Ayət, hədis, icma, qiyas. Bəzən digər qeyd etdiyim şeylərdə olur. Sahabə sözü, sahabə əməli, istishab, örf, bizdən qabaqki şəriətlərdə bəzi məsələlər. Bəzən də ictihad olur. Yəni bunlar olmayanda da sahabə alim ortaya ictihad qoyur. Zaten alim ortaya ictihad qoysa bu nə deməkdir qardaş? Demək ki, Quran və sünnədə bu barədə bir şey yoxdur ki, ortaya ictihad qoyub. Və sonunda da ictihad demək onun haqqıdırmı? Bəli, onun haqqıdır. İsabət edibsə 2 əcr alacaq, xəta edibsə 1 əcr alacaq. Və sənə mənə düşən də artıq iş hətta ictihad boyuna çatıbsa, onsuz da bizim əlimizdə başqa ehtimal yoxdur. Biz alimə tabe olmalıyıq. Aydın qardaş. Yəni bu düşüncə alimlər haqqında çox suizənnə, çox pis zənnə aparıb çıxaran bir şeydir. Yəni bir sual verən bir müsəlmana imamların görüşlərini zikirində deməsi ki, qardaş mən alimlərə yox, dəlillə tabe oluram, bu əslində o imamları dəlilsizdə ittiham etməkdir. Və bir insan yəni bunu qəsdi şəkildə deyirsə, iddia edirsə, qiyamət günü alimlərə hesab verəcək. O alimlər ki, bu gün bizə çatması üçün, yəni gözlərinin bəbəyini, yəni gözünün nurunu bu yolda itirdilər, saçlarını ağartdılar, canlarını qoydular, əziyyət çəkdilər, yəni yeri gəldi aylarla, illərlə səfər etdilər. Yəni o vaxt elm tələb etmək bugünkü qədər asan deyildi. Onlar ki, bu din, bu fıqh bizə çatsın deyə əziyyət çəkirlər və bu gün bir müsəlman qalxıb deyirsə ki, yəni mən dəlillə tabe oluram, yəni sanki onlar dəlilsizmiş kimi, yəni bu onlara zülm etməkdir, ən azından alim və elmin haqqını verməməkdir. Yəni Allahdan qorxan, elmə dəyər verən, alimlərə tənzim edən bir müsəlman bu sözü işləməməlidir. Həmçinin fıqhda bəzi məsələlər var ki, məsələn, məzhəb imamları və o imamların yoluna gedən, məzhəbi qoyulan digər imamlar onu qeyd edirlər. Deyəlim ki, bir məsələyə müstəhəb deyirlər və ya bir məsələyə bəyənilən əməl olaraq qeyd edirlər və yaxud məşhur deyirlər. Bəzən sual verən müsəlman səndən bunun dəlilini istəyəndə deyirsən ki, qardaş, bu imamların verdiyi fətvalardır. Qayda verdiyi cavabı olur ki, qardaş, o necə bir şey müstəhəbdir ki, Allah Rasulü bunu etməyib, tövsiyə etməyib, məsələn, və ya sahabə bunu etməyib. Qardaş, yəni bir şeyin müstəhəb olması üçün illa da onun mütləq Allah Rasulundan və ya sahabəsindən gəlməsi şərt deyil. Yəni əgər desəydi ki, bu sünnədir, tamam, yəni bunu Allah və bunu sünnəyə nisbət edərsə, o zaman deyərdi ki, hə, buna bir sünnəli dəlil lazımdır. Bir şey müstəhəb demək, o şey bəyənilir deməkdir. Və bəzən alimlər o şeyin müstəhəbliyini nədən çıxarır? Ona oxşar və ya ona yaxın digər məsələlərə baxır və yaxud şəriətin məqasidlərinə baxır. Yəni baxır ki, şəriət müstəhəb dediyi şeylərdə nələri gözətləyir, nəyə görə müstəhəb deyir və baxır ki, o məqasidlərdən, o məqsədlərdən, o şeylərdən bu məsələdə də var və yaxud bu məsələ şəriətdə əsli olan bir müstəhəb məsələyə xidmət edir. Dolayısıyla deyir ki, bu da müstəhəbdir. Yəni bunun önlərini vermək olar. Sadəcə yazı uzun olmasın deyən uzatmaq istəmirəm. Bir nəfər belə bir faydanı zikr edeyim. Məsələn, ola bilər bir nəfər deyər ki, qardaş, vacibdirmi mən? Məsələn, deyəlim ki, bugün bizim yanımızda alim yoxdur. Onda sənin deməndən bu çıxır ki, vacibdir ki, mən bir məzhəbə uyum. Yox, bunu demir vacibdir. Əvəzinə nə edə bilərsən? Məsələn, bugün bəzi imamlar var ki, bəzi alimlər, bəzi şeyxlər var ki, özəlliklə müasir zamanımızda yaşanmış. Onlar mütləq olaraq bir məzhəbi təqlid etmirlər. Nə edirlər? Bayaq qeyd etdiyim kimi, insan elm əhlidir. Onun əlində səlahiyyəti var. Məsələn, məzhəb imamların, həmçinin digər imamların və sahabələrin görüşlərinin içərisindən özünün doğru gördüyü görüşü seçib tərcih edir, ortaya qoyur. Onun fətvalarını əməl edə bilərsən. Amma onu təqlid etmək şərtinə. Yəni məsələn, bu günləri, məsələn, misal verirəm, Saudiya şeyxlərindən Şeyx Hüseymin olsun və yaxud İbn Baz olsun və yaxud başqa hansı ki fıqh məsələlərdə kitablar olan, təlifatlar olan alimlər olsun. Deyəlim ki, onun kitabını aldın və başladın fıqh məsələdə onun görüşlərini baş verməyə. Bir sıxıntı varmı? Bir sıxıntı yoxdur. Niyə? Çünki yenə də bilən birinə, bu barədə əhliyyəti olan birinə müraciət etmiş oldun. Amma işin sonucuna baxdığımızda əslində yenə də həmin insan təqlid etmiş oldu, yenə müəyyən bir məzhəbi izləmiş oldu. Çünki dediyim məzhəb nədir? Məzhəb, yəni bir imamın, bir şəxsin arxasıca getmək, onun görüşlərinə fətva vermək, onun görüşünə əməl etmək. Yəni bugün bir insan ha Şafi məzhəbini izlədi, ha Həmbəli məzhəbini və ya Hənəfi məzhəbini izlədi, oradakı imamların verdiyi görüşünə əməl etdi. Hala ki, mən məzhəbə tabe olmaq istəmirəm deyib də müasir şeyxlərin birinin fətvalarına başlayıb əməl etməyə. Əslində eyni şeydir. Çünki yenə də sən yəni müəyyən bir adamın, müəyyən bir şeyxin fətvalarına əməl etmiş olun. Yəni heç bir fərqi yoxdur.
Bu tərəfdə nə var? Bu tərəfdə daha əvvəlki, daha xeyirli nəslə tabe olmaq var. Hansı ki, onlar daha elmli idilər, daha təqvalı idilər, bu dini daha yaxşı bilirdilər. Bu tərəfdə isə daha müasir, onlardan daha sonra gələn insana tabe olmaq var. Əlbəttə ki, Allah Taala doğrusunu bilməklə bərabər daha xeyirli nəslə tabe olmaq həmişə tərcih ediləndir. Və məzhəbə tabe olmağın bir məzhəb tərcih etmənin faydalarından bayaq bu mövzuda toxundum səhv etmirəmsə, yəni insanı nəfsi ilə davranmaqdan, əqllə davranmaqdan qoruyur. Çünki bayaq dediyimiz kimi, yəni insan bir məsələ qarşısına gəldikdə, bir neçə görüş olduğunu gördükdə, orada görüş tərcih edəndə bu iki şeydən birindən qırağa çıxmır. Ya onu nəfsinə görə tərcih edir, ya da onu əqlinə görə tərcih edir və heç bir də şəriətdə ölçü deyil. Aydındır? Yox, əgər bu məsələni, məsələn, mən filan alimi, müasir şeyxlərdə bir şeyi təqlid edirəm deyən, o bu görüşü seçib deyirsə, bu başqa şey, bu təqliddir. Bu caizdir. Amma sadəcə internetdən bu məsələ barədə gələn 4 dənə görüşü oxuyub, məncə bu görüş daha doğru deyirsə, yəni bu insan bundan qorunur. Məsələ tabe olduqda sən bundan qorunmuş olursan. Çünki sən zaten tabe olan alimlər elm sahibi olduqları üçün, fəqih olduqları üçün, müştəhid olduqları üçün bu məsələdə ortaya bir görüş qoyublar, ortaya bir nəticə qoyublar. Sənin ona tabe olman artıq səni əqlinlə davranmaqdan və nəfsinlə davranmaqdan qorunmuş olur. Və növbəti bir məsələ, ümumiyyətlə, bugün mən dəlilə tabe oluram deyən, mən məzhəb bilmirəm, mən alim bilmirəm deyən insanlar bugün etiqadda, çox qırağa getmirəm, etiqadda din götürdüyü alimlərin dönüm həyatına baxsa, hamısı normalda məzhəb tərcih edən alimlərdir. Başda sələfdən, tabiindən gəlin bu yana, Həsən Əl-Basri olsun, Ata bin Yasar olsun, İmam Malik olsun, İmam Şafi olsun, İmam Əhməd olsun, İbn Teymiyyə rahimehullah olsun, İbn Qayyim rahimehullah olsun, Nəzd alimləri olsun, xüsusilə vurğulayıram Muhammed ibn Vahhab və onun nəvələri, yəni Nəzd alimləri olsun. Bu şeyxlərin heç bir məzhəbdən kənara qalmırlar. Bunlardan bəziləri zaten özü məzhəb sahibidir. Aydındır. Həsən Əl-Basri kimi, İmam Malik kimi, İmam Əhməd kimi, İmam Şafi kimi. Bəziləri məzhəbə bağlı olan alimlər idi, amma bəzi görüşlərdə elm əhli olduqları üçün fərqli görüşlər ortaya qoymuşlar. İbn Teymiyyə kimi, İbn Qayyim kimi, yəni normalda Həmbəli məzhəbində idilər, amma yeri gəlir məzhəbə müxalif görüşləri var idi. Onlar bunun əhlidirmi? Əhlidir. Yəni elmi var, ictihad edir, onun yanında daha doğru olanı deyir. Bəziləri də ümumiyyətlə məzhəbdən çıxmırlar. Yəni bugün biz bunlardan etiqad öyrənirik. Yəni biz etiqadımızı daha böyük məsələləri, baxın, daha böyük məsələlərdə onların Allahdan qorxduğuna inanırıq. Onların haqq üzrə olduğuna inanırıq. Onların bizə xəyanət etməyəcəyinə inandığımız insanlar necə oldu? Daha yüngül fıqh məsələlərdə bizə xəyanət edəcəklər? Və yaxud fıqh məsələlərdə mi Allahdan qorxmayıb, Quran və sünnəti qırağa qoyub öz nəfslərindən mi danışacaqlar? Yəni ağıl sahibi insan bunu necə düşünə bilər? Yəni bizə sələfimizdən bir nəfər gətirin ki, bu saydan vəsvələrdən qırağa çıxıb. Ya insan dediyim kimi özü məzhəb sahibi idi, ya məzhəb sahibi olmasa da məzhəbə tabe olan, amma mütləq olmayan müştəhid idi. Bir çox məsələlərdə məzhəblə gedirdi, məzhəblə getmədiyi məsələlərdə özü ortaya qoyurdu. Görüş elminə görə, ya da ki, mütləq şəkildə məzhəbi tabe olurdu. Bu da sıravi insanlar idi. Yəni bundan qıraq bir insan, yəni mən İslam tarixində belə bir şəxs bilmirəm. Ona görə deyirəm ki, bizim halımız hara, bizdən əvvəlkilərin halı hara. Bax, onların halı bizə doğru çatdırılmadığı üçün, onlar barədə bizə doğru bilgi verilmədiyi üçün bugün müsəlmanlar bu haldadırlar. Əgər biz o insanlara etiqadımıza etibar ediriksə, cənnət və cəhənnəmizə etibar ediriksə, etiqaddan biraz daha yüngül olan fıqh məsələlərimizi niyə etibar etməyək ki? Orada bizə xəyanət etməyən insanlar burada mı bizə xəyanət edəcəklər? Və ya orada dini anlayan insanlar bunu burada mı anlamayacaqlar? Orada Quran və sünnətin demədiyi üçün əziyyət görən, Quran və sünnətdən qırağa çıxmadığı üçün əziyyət görən insanlar burada mı Quran və sünnətdən qırağa çıxacaqlar? O imamlarımız etiqad məsələlərində ömrü boyu bidət əhlini zəmm etmirdilərmi ki, bizə Allah və Rasulundan bir şey gətirin bu dediyinizə dair? Sizin dediyinizə nə Allah, nə onun elçisi, nə onun səhabəsi, nə də tabinlər deməmişdilər. Bunu deyən bir, yəni şuur, bunu deyən bir düşüncə bizə fıqh məsələlərdə mi öz nəfslərini danışacaqlar? Əlbəttə ki, danışmayacaqlar. Həmçinin yanlış düşüncələrdən biri də nədir? Məsələn, bugün bir məsələdə bir müsəlmanla söhbət etdiyində sən ona deyəndə ki, qardaş, bu məsələnin işi belədir, alimlər belə deyir. Qalib sənə deyir ki, qardaş, mən bu məsələdə, məsələn, dəlilə tabe oluram. Sən ona sual verirsən ki, məsələn, dəlilin nədir? Deyir, filan hədisdir. Və sən də adın kimi bilirsən ki, o ümumiyyətlə bu məsələlərdən xəbərsizdir, bu məsələləri bilmir. Eşidib ki, hər hansı məsələn,
alimlərdən biri bu məsələyə dəlil gətirib. Aydındır? O zaman ona deyirik ki, qardaş, əslində sən mənim etdiyimi edirsən. Sən dəlilə tabe olmadın ki, sən həmin hədisi, həmin məsələyə dəlil olduğunu düşünən alimi təqlid etmiş oldun. Çünki sən nə zaman dəlilə tabe olardın? Sənin yanında elm əhli kimi bir usul, bir elmi mərtəbə olardı, bir bacarıq olardı ki, sən araşdırıb görərdin ki, bu hədis yəni doğrudan da daha doğru gəlir sənə, o elmi usullar çərçivəsində. O zaman sən bu dəlilə tabe olmuş olardın. Amma sən bugün məsələn filan şeyxin görüşünü gətirib və onun bu barədə bu hədisi dəlil aldığını oxuyandan sonra deyirsənsə ki, mənim dəlilim budur, əslində sən də mənim etdiyimi etmiş oldun. Məsələn, bugün sən mənə Şeyx Hüseyminlə bir məsələni gətirib deyirsənsə ki, qardaş, bu məsələn hədisin dəlili budur. Deyirsən, qardaş, kim deyib? Deyir ki, məsələn, deyir Şeyx Hüseymin belə deyir. Bəs məni qınadığın təqlidi, məni qınadığın təəssübkeşliyi əslində özün etmiş oldun. Yəni, o hədisi, o məsələyə dəlil görən alimi təqlid etmiş oldun. Bax, mən də həmin şey edirəm. Mən də onlardan daha xeyirli olan, bu ümmətin daha öncəli olan insanların o məsələyə dəlil almış olduğu şeyi dəlil alıram. Zaten bu məsələlərdə dəlil məsələsi nisbidir. Yəni bir hədis bir alimə görə məsələyə dəlil ola bilər, digərinə görə olmaya bilər. Necə ki, bunun örnəyi çoxdur. Yəni nə qədər məsələ var ki, məsələn, hədisin səhhəti barədə alimlər ixtilaf edib, bir qrup alimlər o hədisin sənədini, səhhətini həsən görür və ya səhih görür, dolayısıyla onunla əməl edir. Bir qrup alimlər o hədisi zəif görür, əməl edilməyəcək dərəcədə görür və dolayısıyla əməl etmir. Ona görə də aralarındakı ixtilaf yaranmağa başlayır. Aydındır? Və ola bilsin ki, sənin gətirdiyin o hədis, o alim o hədisi o məsələyə dəlil görür və ona görə onu əməl edir. Nəticədə nə oldu? Nəticədə yenə də sən də təqlid etmiş oldun. Sən özünü avutma ki, yəni özünü rahatlatma ki, mən də hədisi tabe olmuşam. Ola bilər mənim tərcih etdiyim görüşdə o hədis zəif olduğu üçün məzhəb imamı ya ictihada baş vurub və yaxud qiyasa baş vurub. Yəni sənə ayət hədis zikr edə bilmir, amma ictihad və yaxud qiyas ortaya qoyub. Və o imamın, yəni o şeyxin yanında da o hədis səhih olduğu üçün o da onu ələ almış. Dolayısıyla yenə sən nə etmiş oldun qardaşım? Yenə sən təqlid etmiş oldun. Yəni bütün bunlar bizə nə göstərir? Sıravi müsəlmanın təqliddən qaçışı yoxdur. Sən məcbursan təqlid etməyə. Burada ixtilafdan danışmışam, bu məsələyə də toxunmaq istəyirəm. Zaman-zaman bu şeylər də eşidilir. Yəni məzhəb tərcih etməyən və etmək istəməyən insanlar sanki biraz da bunu bəhanə olaraq irəli sürürlər. Qardaş, bu qədər ixtilaf var, bu qədər görüş var, bu qədər fərqlilik var. Başa düşmək lazımdır ki, qardaş, insan faktoru olan yerdə, insan fəhmi olan yerdə ixtilaf olmalıdır. Çünki biz insanlar vəhi almırıq. Alimlər vəhi ilə hərəkət eləmirlər. Vəhi ilə sabit olan şeylər onsuz da sabitdir. Amma nələr ki, vəhi ilə sabit deyil, haqqında təfsilat var, yəni bir neçə cür başa düşülməyə münasib olan ayət və hədislərdirsə və ortada da vəhi kəsilən bir durumdursa, ixtilafın yaranması normaldır. Bıraq bizim halımızı, bıraq məzhəb imamlarını, sahabənin dövründə insanlar ixtilaf etdi. Bax, daha bayaq oxuduq, yəni şeyin deməsi ki, İmam Məlikin yanına gələn adamın deməsi ki, Abdullah Məsud məsələdə belə deyir, Zeyd bin Sabit belə deyir. Bunlar ikisi sahabə idi, qardaş. Daha Allah Rasulunu görmüş insanlar, onun ağzından din öyrənmiş insanlar ixtilaf edə bilirsə, ondan sonra kim ixtilafdan qala bilər ki, amanda qala bilər ki, qardaş? Zaten bu da rəhmətdir, bu da labüddür. Çünki insanların hamısının halı eyni deyil. İnsanların halları fərqlidir, insanların yaşamları fərqlidir. Durumlar bəzən fərqli fətvaları gərəkdirə bilir, istihadatları gərəkdirə bilir. Bu da Allah Azze ve Celle'nin bu ümməti olan rəhmətindəndir. Bir toplumda bir yerdə olan hal, normal hal, başqa bir toplumda, başqa bir yerdə normal hal olmaya bilir. Yəni bunun bir çox örnəkləri var fıqhda. Yəni o məsələyə girib dərsi uzatmaq istəmirəm. Yəni dolayısıyla məzhəblərin ixtilaf etməsinin zaten həm fitri olaraq normal səbəbləri var, həm də elmi olaraq normal səbəbləri var ki, onu izah etdik. Birinin yanında sabit olan dəlil, digərinin yanında sabit olmaya bilər. Birinin yanında ayə, məsələn, nəsx olmuş ola bilər, digərində nəsx olmamış ola bilər. Bunun örnəkləri çoxdur. Quran-ı Kərimdə bir neçə ayətlər var ki, yəni nəsx olub olmasında alimlər ixtilaf ediblər. Aydındır. Həmçinin hədislər var ki, zəif və ya səhih olmasında alimlər ixtilaf ediblər. Təbii ki, hədisi zəif görən və ayəti nəsx olmuş görən insan onu əməl etməyəcək, onu dəlil almayacaq. Və sonda sual olunsa ki, yaxşı bir insan əgər məzhəb tərcih etmək istəsə, nə cür tərcih etsin, nə etsin? Alimlər bu arada nəsihət edir ki, məzhəb tərcih edərkən ən doğru üsul yaşadığın yerdə əgər bəlli başlı bir məzhəb yayılıbsa, insanların əksəriyyəti ona tabe olursa, sən də insanlara müxalif olmamasın, o məzhəbin fıqh görüşlərini tərcih et. Yox, deyəlim ki, Azərbaycan kimi xüsusi bir məzhəbin yayılmadığı yer var. O zaman yəni insanın belə deyək, daha çox qəlbinə yatan, daha çox meyl etdiyi
hansı fıkıh mədrəsə varsa, onu tərcih edib onunla əməl edə bilər. Allah azza və cəllə daha doğrusunu bilir. Sözlərimdə bir gözəllik varsa, Allah versin sözlərin gözəlliyindəndir. Bir pisi də varsa, mənim nəfsimdən və şeytandandır. Subhanəkəllahumma bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.